Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bu gördüyünüz rezbanı görürsünüz, qaynama yaradıb püt-minutka rezbanı plastikin içərisindən çıxarıbdır. Bunun da vadar etmə səbəbi püt-minutkanın düzgün qaydada işləməməsi olubdur. Bu hallara gətirib çıxarması suyun darlığından olur. Su az miqdarda getdiyinə görə qaynama yaradıb rezbadan çıxarmışdır. Payka atmışam, qəşəngcə səliqəli, güvənilir və etibarlı. Sizin də ehtiyac olarsa, qulluğunuzdayıq daimi. Yəni bu gördüyünüz hal-hazırda görürsünüz, heç elə bil burada elə bir iş görülməyib. Kafel çapılmadan işini həll edirəm. Səliqəli və etibarlı. Burada da gördüyünüz kimi qoşulu vəziyyətində, püt-minutka işlək vəziyyətində, yəni təzyiq vurub. Sızıntı da gördüyünüz halda heç bir şey yoxdur. Tərtəmiz gül kimi, heç elə bil orada elə bir problem olmayıbdır. Görürsünüz. Allah sizləri var eləsin, canınızı sağ eləsin. YouTube kanalıma da zəhmət olmazsa Mərifət Usta TV-yə abunə olasınız, bildirimi də açasınız, zəhmət olmazsa videolarımızı izləyib bəyən atasınız, daha da ətraflı gəlməsini istəyirsinizsə. TikTok kanalımıza da Mərifət Usta yazıb, TikTok səhifəmizə takib atıb, videolarımızı da izləyib bəyən atarsınız, zəhmət olmazsa. Sağ olun, Allah manında. Gələn görüşlərə dək.